Salam əziz dostlar, hər birinizi salamlayıram. YouTube kanalıma xoş gəlmisiniz. Bugün biz sizlərlə ilk olaraq obit şəkilçisi haqqında danışacağıq. Sonra imitom rom bu haqda, sonra isə zaman bildirən sözlərə şi şəkilçisi artırılması haqqında. Məsələn, or, çut, şi, ert, saat, şi və s. İndi hal-hazırda siz ekranda da görürsünüz. Bizim bugünkü dərsimizin temasını, yəni nə haqda danışırıq və gəlin ilk olaraq obit şəkilçisi haqqında söhbət edək. Məsələn, burada ilk gördüyümüz söz nədir? Sağamo bit yazılıb oraya. Sağamo axşam deməkdir gürcücə. Buna obit əlavə olunub və bu olub sağamo obit. Yəni axşamlar deyə tərcümə olunur bu. Məsələn, sağamobit parkşi seyirnobt. Yəni axşamlar parkda gəzirik, dolaşırıq. Ya da sağamobit tsiginskitxulob. Axşamlar kitab oxuyuram. Sonra nə var? Altındakı sözü oxuyaq, tərcümə edək. Orşabatobit. Orşabati birinci gündür. İ hərfi ilə bitəndir bu. Orşabati. Gördüyünüz kimi o bit şəkilçisi əlavə edildiyi zaman orşabati, bunun sonundakı i saiti düşüb. Orşabati olub orşabat və o bit şəkilçisi əlavə olunub və olub orşabatobit, yəni birinci günlər. Məsələn, orşabatobit qaqvetili armakus. Birinci günlər dərsim yoxdur. Belə mənada, yəni belə tərcümə olunur daha doğrusu. Sonraki isə qvira obit yazılıb buraya. Qvira bazar günü deməkdir. Qvira obit isə bazar günləri. Məsələn, qvira obit müşoblebtan müvdi var. Bazar günləri valideynlərimin yanına gedirəm. Deməli, obit, bunu zaman bildirən sözlərə əlavə edirik. Zaman bildirən sözün əgər sonuncu saiti i saitidirsə, bu sait düşür. Məsələn, orşabati olur orşabatobit, yəni birinci günlər. Samşabati, samşabatobit. Amma bu əlbəttə ki, i ilə bitənlərə aiddir. Məsələn, səhər gürcücə dila olur, yoxmu? Dila, səhər. Səhərlər dediyimiz zaman deyirik dilaobit. Dilaobit. Məsələn, dilaobit adrevdqebi. Səhərlər erkən dururam deməkdir bu. Gördüyünüz kimi burada dila sadəcə üzərinə obit. Ya da qvira, burada bizim nümunə də var idi axı. Qvira, qvira obit, yəni bazar günləri. Sağamo, axşam, axşamlar isə sağamo obit. Çünki sağamo bu da o ilə bitir. Orada obit əlavə etdiyimiz zaman ona görə orada 2 o saiti var. Sağamo obit, axşamlar. Bu bizim ilk şəkilçimiz, yəni obit şəkilçisi idi. Keçirik ikinciyə və ikinci haqqında danışacağımız bu imitom romdur. Deməli, dostlar, imitom rom bu çünkü deyə tərcümə olunur. Bunu belə işlədin. İmitom rom. Çünki bunun əvəzinə hətta radqan bundan da istifadə edə bilərsiniz. Radqan bu da yenə çünki deməkdir. Məsələn, baxın, indi burada nümunə var. Gəlin nümunəni oxuyaq. Deyir ki, movdi var. İmitom rom minda. Gəlirəm çünki istəyirəm. Yəni istədiyim üçün gəlirəm. Səbəbini deyir, yoxmu? İmitom rom. Çünki bu, biz bundan nə vaxt istifadə edirik? Radom, yəni niyə sualına cavab verdiyimiz zaman, yəni bir şeyin səbəbini bildirdiyimiz zaman imitom rom bundan istifadə edirik. Çünki deyə tərcümə olunur bu. Sonraki nümunədə deyir, bevs vkitxulob, imitom rom kitxva miqvars. Bevs vkitxulob, çox oxuyuram, imitom rom, çünki kitxva miqvars, oxumağı sevirəm. Yadınızda saxlayın bunu. Buna görə də, ona görə də gürcə dediyimiz zaman onda amitom ats, imitom ats deyirik. Yəni yadınızda saxlayın. İmitom rom hər zaman da romdan öncə yazılış formada vergül olur orada. Yəni yazılışa diqqət etsəniz, imitom rom çünki deməkdir. Amma buna görə də, ona görə də dediyimiz zaman gürcə deyirik amitom buna görə deməkdir. Amitomats buna görə də deməkdir. İmitom ona görə, imitomats ona görə də deməkdir.
Həmçinin çünkü bu gürcücə olur radqan. Yenə bundan da istifadə edə bilərsiniz. Radqan bu da yenə çünkü deməkdir. Keçirik üçüncüyə. Orada yazılıb orçutşi, sam saatşi. Yəni zaman bildirən sözlərə şi şəkilçisinin əlavə olunması haqqında danışaq. Burada orçutşi 2 dəqiqəyə deyə tərcümə olunur. Çünki biz bundan istifadə edirik. Nə vaxt ki Ramden Xanşi sualına cavab veririk. Ramden Xanşi Gürcücə nə qədər vaxta deyə tərcümə olunur. Orçutşi 2 dəqiqəyə. Həmçinin indi burada nümunələrimiz var. Gəlin nümunələrimizi oxuyaq. Deyir ki, rva dğeşi, yəni 8 günə. Maqalitat, məsələn, nümunə gətirək. Rva dğeşi Tbilisi viknebi. Yəni 8 günə Tbilisidə olacam. Bu 8 gün sonra demək deyil dostlar. 8 gün sonra dediyimiz zaman biz deyirik rvadğis mere ya da rvadğis şemdek. Çünki sonra Gürcə nədir? Necə olur bu? Mere ya da şemdek olur, yoxmu? Mere, şemdek. Rvadğis mere, rvadğis şemdek Tbilisi viknebi. Bu artıq 8 gün sonra Tbilisidə olacam deməkdir. Amma bir insan rvadğeşi Tbilisi viknebi deyirsə, bu deməkdir ki 8 günə Tbilisidə olacam. Digər nümunəmiz çıxra tveşi, yəni 9 aya. Çünki tve ay deməkdir. Dğe gün deməkdir. Şi şəkilçisi əlavə etdiyimiz zaman da yadınızda saxlayın ki, məsələn, çuti, saati, bunlar i ilə bitənlərdir. Burada i mütləq düşür. Çut, şi, saat, şi deyirik. Amma əlbəttə ki, dğe, tve bunlar i ilə bitmir və sadəcə üzərinə şi şəkilçisi əlavə olunur buna görə də. Məsələn, orada nümunəmiz var. Xut çutşi qavdi var. Yəni 5 dəqiqəyə çıxıram. Xuti çuti 5 dəqiqə deməkdir. 5 dəqiqəyə, yəni Ramden Xanşi sualına cavab verdiyimiz zaman deyirik xut çutşi. Xut çutşi qavdi var. 5 dəqiqəyə çıxıram. Qavdi var, çıxıram deməkdir. Sonra isə rva saatşi çavalt Batumşi, yəni 8 saata Batumiyə çatacağıq mənasındadır bu çavalt. Yəni Batumidə olacaq o mənadadır çavalt. Batumiyə düşəcəyik, inəcəyik, çatacağıq mənasındadır bu. Rva saatşi çavalt Batumşi. Deməli, zaman bildirən sözlərə şi şəkilçisi əlavə etdiyimiz zaman bu hansı suala cavab verir? Ramden Xanşi sualına cavab verir. Yəni nə qədər vaxta sualına cavab verir. Məsələn, sam saatşi 3 saata deməkdir. Sam saatşi moval 3 saata gələcək. Bax belə. İndi isə gəlin keçək dərsimizin ikinci hissəsinə. Dərsimizin ikinci hissəsi bu dinləmə tapşırığıdır. Dinləyirik. Burada deməli dostlar, dialoqumuz var, amma dialoqda buraxılmış sözlər var və biz dinləyəcəyik. Sonra isə dialoqda buraxılmış sözləri oraya yazıb dialoqumuzu tamamlayacağıq. İndi isə gəlin keçək. Ekranda siz dialoqu görəcəksiniz. Dinləyək və boş yerlər dolduraq. Bu tapşırığımızı da həll edək. გაკვეთილი მეშვიდე. დავალება მეშვიდე. ნახე ინტერნეტში როგორი ამინდია ამ შაბათ-კვირას? კი ვნახე, კარგი ამინდია. არც ძალიან ცხელა და არც ცივა. წავიდეთ ქალაქგარეთ. წავიდეთ, რა პრობლემაა? თიკას აქვს დრო? არ ვიცი, ალბათ თავისუფალი იქნება. ერთი მანქანით წავიდეთ? სად წავიდეთ? ერთი მანქანა საკმარისი იქნება. თიკა, მისი ქმარი და ჩვენ. კარგია, მაგრამ სად წავიდეთ? კახეთში, იმერეთში, იმერეთი შორსაა, 4-5 საათი გვინდა. კახეთში წავიდეთ, ახლოსაა, 2 საათში სიღნაღში ვიქნებით. კი ბატონო, კარგი აზრია. რომელ საათზე გავიდეთ ქალაქიდან? დილით ადრე, 9 საათზე გავიდეთ. იქ ვისაუზმოთ? არა, დილით ყავა დავლიოთ. მერე გზაში ვისაუზმოთ და სიღნაღში რესტორანში ვისადილოთ. მშვენიერია. თიკას დავურეკავ და ვეტყვი ჩვენი გეგმების შესახებ. კარგი, სასტუმრო თუ გვინდა ინტერნეტში ვნახავ. კარგი, ნახე.